Salam dəyərli izləyicilər. Bugün sizinlə 11-ci sinif güvən kitabının sınaq 3 testinin izahını verəcəm. Başlayaq birinci sualın izahından. Birinci sualımız belədir. Bizə deyir ki, oturacağı 12 cm olan bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlüyü 8 cm olarsa, üçbucağın perimetrini tapın. Gəlin tapaq. Bir dənə üçbucaq çəkirəm. Bərabər yanlı üçbucaq çəkək. Bir dənə bunu düzgün çəkək. Bir dənə bərabər yanlı üçbucaq çəkdik. Oturacağı 12 cm adlandıraq. Hündürlüyünü də çəkək burada. Hündürlüyü çəkdik. A, B, C. Burada H deyək. Hündürlükdür bu da. Bərabər yanlı üçbucağın oturacağına çəkilmiş hündürlük 8 cm-dir. Hündürlük biz bilirik ki, bərabər yanlı üçbucaqda həm də mediandır. Median olduğu üçün oturacağı 12 cm-dir. 12 cm. O zaman bura 6, bura 6 olmuş olur. Burada bir düzbucaqlı üçbucaq yaranıb. Bax, bu düzbucaqlı üçbucaq. Katetlər 6, 8 olanda hipotenuz 10 olur. Burada da 10 olur. Perimetr bərabərdir. 2 vuraq 10, üstə gələk 12. O da bərabərdir. 20, 32. Cavab burada C variantı 32. Davam eləyək. İkinci sualımızdan davam eləyək. Əbob 96, 84. Burada 12-ni çıxardaram əbobun qarşısına. Burada elə 96-nı belə yazaram da. Bircə dəqiqə 24-ü buruqlarını ayıra bilərik bunu və yaxud da burada 12-ni qarşıya çıxarda bilərik. Bunu yazaram 96-nı 12 vuraq 8. 84-ü də yazaram 12 vuraq 7. Buradan 12-ni ortaq vuruq olaraq çıxardaram əbobun qarşısına. Əbob. Burada qaldı 8 qaldı. Burada da qaldı 7. Bu bərabərdir. Mən bilirəm ki, 8 ilə 7 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. 12 vuraq 1, o da 12 olmuş olur. Cavab A variantı. 12. Üçüncü sualımıza baxaq. Bizə deyir ki, x bölək y bərabərdir. Y bölək z bərabərdir. Bərabərdir. 3-də 2. 3-də 2 olarsa, buradan z minus x bərabərdir 30. Məndən nəyi soruşur burada? X plus y plus z-i tapmağımı soruşur. Bunu belə eləyərik. Burada mən bilirəm ki, x bölək y bərabərdir 3-də 2. Yəni, hamısı bərabərdir. Eyni zamanda y bölək z, o da bərabərdir. 3-də 2 olmuş olur. Mən buradan y-ləri bərabərləşdirirəm. Y-ləri bərabərləşdirsəm nə olacaqdır burada? Burada y məsələn 3-dür, yuxarıda da 2-dir. Burada y 2-dir. Mən burada y-ləri 6 eləmək istəyirəm. Təbii ki, 3-ü 2-yə vursam 6 olur. O zaman 2-ni də 2-yə vuraram. Yuxarıda 4 oldu, aşağıda 6 oldu. Y-im oldu 6. Bu da bərabərdir. Burada da yenə y-ləri 6 eləmək üçün sürət məxrəcini neçəyə vuraram? 3-ə vuraram da. 2 vuraq 3, 3 vuraq 3. Bu da bərabərdir. 6 yuxarıda, 9 aşağıda olmuş olur. Sürət məxrəci k-ya vursaq, 4k burada, 6k burada, 6k burada, 9k da burada olmuş olur. Mən belə başa düşdüm ki, x-im 4k-dır, y-im 6k-dır, z-im də 9k olmuş olur. Burada gətirib yerinə qoyuram. Z-in yerinə 9k çıxaq. X-in də yerinə 4k bərabərdir 30. 5k bərabərdir 30. K bərabərdir 6 tapmış oluram. Məndən x plus y plus z cəmin soruşur. K-ları qoyuram yerinə 4k, üstə gələk 6k, üstə gələk 9k. Bu bərabərdir. Bu 19k elədi. O da bərabərdir. K-nı 6 tapmışam. 19 vuraq 6. Bu neçə eləyir? 60, 6 və 9-um 54. 114 eləmiş olur. Cavab 114'dür. Cavab E variantı 114. Aha. Dördüncü sualımız belədir.
Dördüncü sualımız deyir ki, kəsirin məxrəcini irrasionallıqdan azad elə. Məxrəci irrasionallıqdan azad eləyəndə qoşmasına vurmaq lazımdır. Mən də bilirəm ki, kök altı 2-nin qoşması ilə qoşması ilə yenə də kök altı 2-dir. Kök altda bir dənə ədəd varsa, onun qoşması həmin kök altı ifadənin özü olur. Bu bərabərdir. Biz bunu belə yaza bilərik. Kök altı 2 vuraq kök altı 2, 6 vuraq kök altı 2. Bu bərabərdir. 2 dənə kök altı 2-ni bir-birinə vuranda bir dənə kökün altını çıxır çölə, 2 çıxır çölə, 6 kök altı 2. Burada 6 ilə 2 ixtisar gedir. 3 kök altı 2 qalmış olur. Cavab hansıdır? Cavab B variantı 3 kök altı 2 olmuş olur. Davam eləyək. 5-ci sualımızdan davam eləyək. 5-ci sualımızda belə bir dənə üçbucaq veribdir. Burada elə bir ki, A nöqtəsi deyək, bura B nöqtəsi deyək, burada C nöqtəsi deyək. Təyyarə burada B nöqtəsindədir, təyyarə. Adamların biri A nöqtəsindədir, digəri də C nöqtəsindədir. Bura 45 dərəcədir, bura 60 dərəcədir. Bizə deyir ki, birincinin təyyarənin görmə bucağı 45 dərəcədir, tamam, bunu bildik. İkincinin 60 dərəcədir, bunu da bildik. Birinci müşahidəçisinin təyyarədən məsafəsi 12. Bura 12 kilometrdir. Deyir ki, ikinci müşahidəçinin təyyarədən olan məsafəsini tapın. Yəni, ikinci təyyarə müşahidəçi C nöqtəsindədir. Təyyarədən məsafəsi olsun x. Burada təbii ki, sinuslar teoremindən istifadə olunur. 12-nin sinus 60 dərəcəyə nisbəti bərabərdir x-in də sinus 45 dərəcəyə nisbəti. Biz bunu belə yaza bilərik. 12 bölək sinus 60 dərəcədə 2-də kök altda 3-dür. Bərabərdir x bölək 2-də kök altda 2. Burada 2-lər ixtisar gedir. Nə qaldı? 12 yuxarıda, kök altda 3 aşağıda. Bərabərdir x yuxarıda, kök altda 2 aşağıda. Çarpaz vursaq biz bunu. X vuraq kök altda 3 bərabər olur 12 kök altda 2. Burada x vuraq kök altda 3 bərabərdir. 12-ni yazaram 3 vuraq 4. Bir də vuraq kök altda 2. Buradan bunu belə yazaram. X vuraq kök altda 3. Kök altda 3-ü də belə yazaram. Kök altda 3 vuraq kök altda 3. 3 eləyir də bu da. Vuraq 4 vuraq kök altda 2. Burada ixtisar gedən nə oldu? İxtisar gedən bunlar ixtisar getdi sağ və sol tərəfdən. Burada qaldı x qaldı bərabərdir 4 vuraq kök altda 3-ü də kök altda 2-yə vuranda o da bərabər 4 kök altda 6 olmuş olur. Cavab B variantı 4 kök altda 6. Davam edirik 6-cı sualımızla. 6-cı sualımız belədir. Bizə deyir ki, NA-nı tap. NA burada nəyə bərabərdir? Çoxluğun element sayıda 2, 4, 5 dənə elementi var. Cavab D variantı 5. 6-cı sualımız getdi. 7-ci sualımızdan davam edirik. Aşağıdakı kəsirlərdən hansıları sonlu onluq kəsir şəklində göstərmək olar? 1 bölək 10. Çünki niyə görə? 1 bölək 10-u mən yazaram 2 vuraq 5. Bir də hansını göstərmək olar? Bu birincidir. Bir də dördüncünü göstərmək olar. 1 bölək 16. O da bərabərdir. 1 bölək 2 vuraq 2 vuraq 2 vuraq 2 deməkdir. Biz demişik ki, kəsirin məxrəcində yalnız 2 vurğu, yalnız 5 vurğu və yaxud da 2 vuraq 5 vurğu varsa, bu kəsirlər sonlu onluq kəsir şəklində göstərilə bilir. Digər halda göstərilə bilmir. 7-cinin cavabı hansıdır? 1, 4. 1, 4 hansı variantdadır? Cavab C variantında 1 və 4. Aha. Davam eləyək. Növbəti sualımızla 8-ci sualımızla davam eləyək. 8-ci sualımız belədir. İki paralel düz xəttinin 3-cü düz xəttə kəsişməsindən alınan daxili bir tərəf bucaqlardan biri 55 dərəcə olarsa, digərini tapın. Bax, bu belədir də. 2 dənə paralel düz xətt çəkirəm. 3-cü düz xəttlə kəsişdirirəm. Alınan daxili bir tərəfli bucaqlardan biri. Bura tutaq ki, 55 dərəcədir. Məndən bu alfanı soruşur. Biz bildik ki, daxili bir tərəfli bucaqların cəmi əgər A ilə B paraleldirsə, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Alfa plus 55 dərəcə
bərabərdir 180 dərəcə. Alfa bərabərdir 180 çıxaq 55. O da bərabərdir 125 dərəcə olmuş olur. 135 dərəcə. 125 dərəcə, özür istəyirəm, 125 dərəcə, hə. 170, 180, aha. Cavab hansı variantdır? Cavab E variantı. 125 dərəcə. Davam eləyək, 9-cu sualımızdan davam eləyirik. 9-cu sualımız belədir. 2, 2, 3, A. 4 rəqəmli bir ədəddir. 4-ə qalıqsız tam bölünərsə A-nın mümkün qiymətləri cəmini tapın. Əgər ədəd 4-ə bölünürsə son 2 rəqəmi 4-ə bölünməlidir. 4-ə bölünməsi üçün 32 4-ə bölünür, 36 4-ə bölünür. Başqa 30-dan ədədlərdən 4-ə bölünən varmı? Xeyr, yoxdur. Demək, mənim ədədlərim bunlardır. 2 və 6. A burada nə olmalıdır? A bərabərdir 2 və 6. 2 ilə 6-nın cəmini soruşur. 2 ilə 6-nın cəmi 8 eləmiş olur. Cavab B variantı. Davam eləyək. 10-cu sualımızdan davam edirik. 10-cu sualımız belədir. 30 və 42 ədədlərin ədədi ortasını tapın. Sadə bir sualdır. 2 ədədin ədədi ortası onların cəminin yarısına bərabərdir. Toplayıb sayına bölürük. Burada 72 bölək 2, o da bərabərdir 36 C variantı olmuş olur. 11-ci sualımız belədir. 2 paralel düz xəttin 3-cü düz xəttə kəsişməsinə alınan çarpaz bucaqlardan biri, daxili çarpaz bucaqlardan biri 75 olarsa, digərini tapın. Bax, elə bir ki, bura 75 dərəcədə, burada A-dır, burada B-dir. A paraleldir B-yə olarsa, bu da C düz xəttidir. 2 paralel düz xəttin 3-cü düz xəttə kəsişməsindən alınan daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Burada alfa olsun. Alfa bərabər olur 75 dərəcəyə. Çarpaz, bax, yəni bunlardır. Bax, bu bucaqla bu bucaqdır. Bunlar bir-birinə bərabərdir. Cavab C variantı 75 dərəcə. 12-ci sualımıza baxaq. 12-ci sualımız belə. Deyir, A-nı 50% artırdıqda. A-nı 50%, A əvvəlcə 100% idi. 100%. 50%-də artırdılar. 100%, üstə gələk 50%, oldu 150%. A-nın 150%, yəni ədədin faizini tapanda ədədi faiz göstərən kəsirə vururuq. Yəni 150%-i kəsirə çevirəndə %150 olmuş olur. A-nın 150%-ini tapanda A vuraq %150 olmuş olur. Deyir, bu bərabərdir nəyə? 2A çıxaq 25-ə bərabərdir. Bu elədir 1,5A bərabərdir 2A çıxaq 25. Burada 25-i bura keçirsəm, 1,5 burada keçsəm, işarələr dəyişir. 2A çıxaq 1,5A bərabərdir müsbət 25 olur. Burada 0,5A 2A-dan 1,5A çıxana 0,5A eləyir. Bərabərdir 25. Hər tərəfi 10-a vursaq 5A bərabərdir 250. A-nı da tapanda 250-ni bölürük 5-ə. O da bərabərdir 50 olmuş olur. Cavab burada neçənci sualdır? A-nı tapın deyir. Cavab E variantı 50. 13-cü sualımız belədir. 13-cü sualımız. Bizə belə bir fiqur verilib. Aha. Buranı verib mənə neçə veribdir? Buranı verib A-dır bura C-dir, bura B-dir, bura E-dir, bura D-dir, bura D-dir. Buranı verib mənə 110 veribdir, 110 dərəcə. Buranı mənə 70 dərəcə veribdir, 70 dərəcə. Mən buradan bir dənə paralel düz xətt çəkirəm. Bax, paralel düz xətt. Paralel düz xətt çəkdim. Mənə nə deyir? Yəni deyir ki, CAB-ni tapın. CAB, yəni bax bura, bax bu X bucağını soruşur da məndən, X bucağını. Mən bilirəm ki, bax burada elə bir ki, burada F desək. AF, BY-yə paralel çəkdim mən. Bura 110 dərəcədirsə, bura daxili bir tərəfi bucaqların cəmi 180 dərəcə olur. Bura 110-sa, bura 70 dərəcə olmuş olur. 70 dərəcə oradırsa, bura 70 dərəcə olmuş olur. 70 dərəcə oradırsa, yəni bu bucağın
özləri də daxili bir tərəfli bucaqlar əmələ gətirir. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Yəni x üstə gələk 70 bu bucaq, bax bu bucaq. Üstə gələk 70 bu bucaq, 70 bərabərdir 180 olmalıdır. X üstə gələk 140 dərəcə bərabərdir 180 dərəcə. X də bərabərdir 40 dərəcə olmuş olur. Cavab B variantı 40 dərəcə. Sonra davam eləyək. 14-cü sualımızla davam edirik. Hörmətli izləyicilər. Bərabəryanlı üçbucağın təpə bucağı 120 dərəcə olursa, oturacağına bitişik bucağı neçə dərəcə olar? Bir dənə bərabəryanlı üçbucaq çəkək. Aha. Bura A, B, C deyək. A, B, C. Bura 130 dərəcədir. 130 dərəcədir. Bura yan tərəflərdir. AC oturacaqdır. Oturacağına bitişik bucaqlar neçə dərəcə olar? Bura mən x deyirəm. Burada x deyirəm. Çünki bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqlar bərabərdir. Daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. 180 dərəcə. X 2x elədi. 130-dan cəmi 180-ə bərabər olmalıdır. 2x bərabərdir 50 dərəcə. X də bərabərdir 25 dərəcə olmalıdır. Cavab burada. Cavab 25 dərəcədir. 14-cü sualımızın cavabı. Sonra 15-ci sualımız sadə sualdır. 15-ci sualımız belədir. Ədəd budur. 34567. 34567. Bu ədəddə neçə yüzlük var? Yüzlüyün arxasında neçə sıfır var? 2 dənə sıfır var. Biz demişik ki, ədəddə neçə dənə yüzlük, minlik filan varsa, bunlar soruşularsa, bizdə sıfırların sayı qədər ədəd sağdan sola rəqəmlər silinir. Elə ki, mən burada bu rəqəmlər, burada 2 dənə sıfır var. Mən bu 2 rəqəmin üstündən xətt çəksəm, neçə qaldı? 345 dənə yüzlük olmuş olur. Cavab burada 345 yüzlük var. 345. Aha, 16-cı sualımız belədir. Bizə 2 dənə çoxluq veribdir. A çoxluğu belədir. A-nı yazaq. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Aha, yazdıq. B çoxluğu belədir. Bizə dəqiqə. B çoxluğu da belədir. 1, 5, 7, 9. Aha. Bizdə C çoxluğu da verib mənə. C çoxluğu da belədir. 6, 8, 9. Bizdən nəyə soruşur? N, A çıxaq. B birləşmə C-ni soruşur məndən. Bərabər sual. Yəni, bu çoxluğun elementləri sayını soruşur. Gəl birinci B ilə C-nin birləşməsini yazaq. B ilə C-nin birləşməsi görə hansı çoxluğu verir? Bunlardan bir çoxluq düzəldirik. 1, 5, 6, 7, 8, 9. B və C-nin birləşməsində bu qədər element var. İndi mən buradan nə edirəm? A çoxluğundan çıxıram. B ilə C-nin birləşməsin. A çoxluğu budur da. Elə ki, A çoxluğundan B-nin elementlərini çıxıram. B-nin elementlərindən 1 var A çoxluğunda. Sonra nə var? 5 var. Bir də 6 var. Başqa varmı? Yoxdur. Yerdə hansılar qaldı? Onları çıxdım, yoxa çıxartdım. Yəni A çoxluğundan bunları çıxdım, yoxa çıxdı. Yerdə hansı qaldı? Qaldı belə də, bir dəqiqə. Burada qaldı 2, 3, 4. Məndən bunun sayını soruşduğuna görə element sayını, yəni N, A çıxaq, B birləşmə C bərabərdir. Say burada 3 dənədir. Cavab burada 3 olmuş olur. 17-ci sualımız belədir. 17-ci sualımız bizə deyir ki, 6 bölək K, üstə gələk 7 bölək K, üstə gələk 8 bölək K ifadəsinin K-nın neçə natural qiymətində deyir? K-nın neçə natural qiymətində? Bu ifadənin qiyməti natural ədəddir də, yəni. Görək bu ifadə nəyə bərabərdir? Bu bərabərdir. K qalır yerində. 6 üstə gələk 7, üstə gələk 8. Müəllim, niyə elə oldu? Çünki məxrəsləri eyni olan kəsrlərdə məxrəs yerində qalır, sürətlər toplanır. K-da bu neçə elədir? 7, 8, 15, 6 da bu 21. Mən belə başa düşdüm ki, bax bu ədədin
natural ədəd olması üçün k 21-in natural bölənləri olmalıdır. Yəni k 21-in bölənləri olmalıdır. Gəl görə 21-in neçə natural böləni var? 21 bərabərdir. 3 vuraq 7 kimi yazaram. Üstləri 1. Natural bölən sayı deyəndə nə edirdik? Qüvvətlərin üstünə 1 gəlib bir-birinə vururduq. Qüvvətləri hər ikisinin 1-dir. Üzərinə 1 gələndə 2 vuraq 2 bərabərdir 4 olmuş olacaq. Burada 4'dür. Mənim o ədədlər hansı ədədlərdir? 1'dir. Yəni 21'i bölən ədədlər 1'dir. 3'dür. 7'dir. Bir də 21'dir. Başqa ədəd varmı? Xeyr, yoxdur. Elə olan bunlardır. Natural bölənlərdən söhbət gedir. 18-ci sualımız belədir. ABC üstbucağında AB, AC, BC-nin neçə tam qiymətində BAC kör bucağı olar? Bir dənə kör bucaqlı üstbucaq çəkirəm. Adlandıraq. A, B, C. Alfa deyirəm. Alfa kör bucaqdır. Kör bucaq 90 ilə 180 dərəcə arasında yerləşir. Burada x deyirəm. BC-yə x deyirəm. AB-ni 6 verib. AC-ni yox, üzr istəyirəm. Burada deyək ki, BAC kör bucaqdır. BAC. Burada A ilə B-nin yerini dəyişək. BAC kör bucaqdır. Aha. AB neçədir? AB 6-dır. AC 8-dir. BC-nin neçə tam qiymətində BAC kör bucaq olar? Bildik ki, kör bucaqlı üstbucaqda qayda belədir. Üstbucaq bərabərsizliyidir bu. Kök altında digər tərəflərin kvadratlarca belə deyək də, kör bucağın qarşısındakı tərəf, yəni x, digər iki tərəfin kök altında kvadratları cəmindən böyük, cəmindən kiçikdir. Yəni 6'nın kvadratı üstə gələk 8'in kvadratından böyük x. X-in özü kiçikdir 6 ilə 8'in cəmindən. X ortada sağdan soldan işarə. 6'nın kvadratı 36, 8'in kvadratı 64, cəm kök altda 100, 100'dən də 10 çıxır. 6 ilə də 8, 14. Bizdən nəyi soruşur? BC-nin neçə tam qiyməti? BC burada hansı qiymətlər ola bilər? X-dir də BC. BC bərabərdir x, o da bərabərdir 11 ala bilər, 12 ala bilər, bir də 13 ala bilər. Cavab 3 tam qiyməti. Sonra davam eləyək. 19-cu sualımızla davam eləyirik. 0 tam, bu ədədləri birinci sadələşdirib sonra kəsir şəklində yazacağım. 0 tam, onda bir dövrdə 6 görək nəyə bərabərdir? Bu bərabər 90'da, buradakı say qədər 9 yazırıq, buradakı say qədər 0 yazırıq. 90'da ədəd bütöv yazılır. 16 çıxaq, dövrə qədərki ədəd çıxaq 1. Bu 90'da 15 elədir. O da ixtisar eləsək 15'ə 6'da 1 eləyir. Sonra 1 tam 4'də 3'ü çevirirəm. Mən düzgün olmayan kəsirə. Çevirsək belə olacaqdır. 4'də bir dəfə 4'ün 4 üzərinə 3 gəlsək 7. 4'də 7 elədi. Sonra 1 tam 6'da 1 bərabərdir nəyə? 6'da bir dəfə 6 üzərinə də 1 gəlsək 7. 6'da 7 elədi. 1 çıxaq. 1 bölək 0 tam %75'i sadələşdirək. Bu bərabərdir. Belə orada 1 çıxaq. 1 bölək 0 %75 4'də 3 deməkdir. Bu da bərabərdir. 1 çıxaq. Burada elə 3 qalır məxrəsdə. 3 qalır məxrəsdə. 4 1'ə vurulur, olur 4. Biz bunu dərs keçəndə demişdik. Bu da bərabərdir. 1'dən 3'də 4'ü çıxanda 3 qalır yerinə. Bax bu 1 vurulur 3'ə, 1 vurulur 3'ə. Çıxır kəsirin sürətini. 4 bərabərdir. 3'də mənfi 1 elədi. İndi mənim belə deyək də, bax bu ədədim, bu kəsirim bu şəkildə düşdü. 6'da 1, 6'da 1 çıxılsın. 1 tam 4'də 3 elədi, 4'də 7, 4'də 7 bölünsün. Kəsirimin sürətində oldu. 1 tam 6'da 1, 6'da 7 elədi. Məxrəsdə də oldu mənfi 3'də 1. Bu bərabərdir. 6'da 1 çıxaq. Burada təbii ki bölmədir. 4'də 7 bölünsün. Belə olan halda biz demişdik ki, bunlar tənasübün xassasına əsasən 1 vurulur kəsirin sürətində yazılır. Bunlar da məxrəsdə yazılır hasil şəklində. 7 vuraq 3, 6 vuraq mənfi 1. Bu bərabərdir. 6'da 1 oldu burada. Çıxaq. 4'də 7 bölünsün.
Burada 6 ilə 3 ixtisar getdi. Burada 2 qaldı. 2-ni mənfi 1-ə vursaq, mənfi 2. Sürətdə də 7 qaldı. Bu bərabərdir. 6-da 1 çıxaq. 4-də 7 vurulur. Mənfi 2 yuxarıda, 7 aşağıda. Bu bərabərdir. 6-da 1. 7 ilə 7 ixtisar getdi. 4 ilə 2 ixtisar getdi. Mənfi. Mənfi burada 1 mənfi. Qabaqda da 1 mənfi. Mənfi mənfini müsbət eləyir. 4 ilə də 2 ixtisar getdi. Burada 2 qaldı. Sürətdə 1 qaldı. Bu da bərabərdir. Bunlara ortaq məxrəc 6-dır. 6-da 1-dir. Üstə gələk. Bunu 6 eləmək üçün 3-ə vurmaq lazımdır. 1-i də 3-ə vurmaq lazımdır. O zaman 6-da 3. Bu da 6-da 4 eləyir. Sürət məxrəci 2-yə bölsək, 3-də 2 olmuş olacaq. Burada 3-də 2-dir. Aha. Sonra davam edirik. 20-ci sualımızla davam edirik. Bizə deyir duzluluq faizi 15% olan 60 kiloqram məhlula. Bax, mənim məhlulum nə qədərdir? Məhlulum 60 kiloqramdır. Bunun neçə faizi duzdur? 15%. Duz yazıram. Duz. 60-ın 15% duzursa 100-də 15-ə vururam. Bu bərabərdir. Burada bu 0 gedir. Alt tərəf 15-in 90. Onda bu belə deyək də 90 bölək 10 elədi. O da bərabərdir 9. Demək ki, mənim 60 kiloqram məhlulumun 9 kiloqramı duzdur. Sonra deyir ki, bu məhlula 3 kiloqram duz əlavə olundu. Bir də 12 kiloqram su. Mən bilirəm ki, məhlula nə əlavə olunur olsun, məhlul. Duz da əlavə olunsa, su da əlavə olunsa, məhlulun çəkisi artır. Bayaq 60 kiloqram idi. 3 kiloqram duz əlavə elədik. Əlavə də 12 kiloqram da su əlavə elədik. Burada 75 kiloqram mənim məhlulum oldu. 75 kiloqram. Amma burada mənim maddəm, yəni duzum neçə oldu? Bayaqlarım duz 9 kiloqram idi. 3 kiloqram da duz əlavə elədimsə mənim maddəm artdı. Yəni burada oldu 12 kiloqram mənim duzum oldu. 12 kiloqram. Biz də demişik ki, düstur necədir? Maddə bölünsün məhlul. Vurulsun 100% düsturu ilə hesablanır da. Burada maddə təbii ki duzdur. 12-dir. Məhlulum nə qədər oldu? Yekun məhlulum 75. Vuraq 100% bərabərdir. Burada 75 bunlar 25-ə ixtisar getsə, burada 3 qalır. 3. Burada da 4 qalır. Bu 3 ilə bu 12 ixtisar gedir. Burada 4 qalır. 4-ü 4-ə vursaq 16%. Demək burada 16%li məhlul alınır. Davam edək. 21-ci sualımızdan davam edirik. 20-ci sualımız 7. 21-ci sualımız belədir. Bizə deyir ki, bu ədəd hansıdır? 2-də kök altda 6 çıxaq 1. Çıxaq 1 minus 2-də kök altda 5. Dəyərli izləyicilər, modulu açmaq üçün modulun işarəsini bilmək lazımdır. Burada baxıram ki, kök altda 2-dən təqribən, kök altda 6-dan təqribən 2 tam neçə çıxır? Həmin o 2 tam neçəni tutaq ki, 2,1 olsun, 2,2 olsun, fərqi yoxdur. Həmin o 2 tamında neçəni 2-yə böləndə 1 tam neçə düşür? 1 tam neçədən də 1 çıxanda müsbət ədəd edir. Sonra kök altda 5-dən də yenə kök altda 5-dən də yenə təqribən 2 tam neçə çıxır? 2 tam neçəni 2-yə böləndə 1 tam neçə edir? 1-dən də 1 tam neçəni çıxanda təbii ki bu mənfi ədəd edir. Bu mənfidir. İndi burada nə etmək lazımdır? Gəlin ardıcıllığı yerinə yetirək. Hörmətli izləyicilər, modul açılanda modulun daxilindəki işarə müsbət olduğunu bilirsənsə, modulun daxili çıxır çölə, yəni 2-də kök altda 6 çıxaq 1. İşarəsinin qarşısına yazsan. İşarəsi müsbəti qarşısına yazsan. Digərini çıxardıram çölə. 1 çıxaq 2-də kök altda 5. Burada işarə mənfidir. Burada da mənfidir. 2 dənə mənfi, 2 dənə mənfi. Yəni burada mənfi idi bayaq. Bu mənfi də gəlir, işarəsi gəlir qarşısına, modulun qarşısına gələndə bu müsbət olur artıq. Bu bərabərdir. Mötərizə qarşısında müsbət varsa atılır, içərisi olduğu kimi qalır. 2-də kök altda 6 çıxaq 1. Üstə gələk 1 çıxaq 2-də kök altda 5. Bu da bərabərdir. 1-lər 0 elədi. 2-lər ortaq məxrəcsi qaldı yerində. Kök altda 6 çıxaq kök altda
5 qalmış olur. Cavab burada 2-də, kök altda 6 çıxaq, kök altda 5 olmuş olur. Davam edək, hörmətli izləyicilər. 22-ci sualımız belədir. Deyir 70% 84 olan ədədin 45%-ni tapın. Yəni 70% 84 faizinə görə ədədi tapanda verilmiş ədəd faiz göstərən kəsirə bölünür. %70-ə bölünür. Bu da bərabərdir. 84 vurulur 70-də 100-ə. Bu sıfırla bu sıfır ixtisar gedir. Bu 7 ilə bu 84 ixtisar gedir. Burada 12, burada 1 qalır. 12-ni də 10-a vursaq 120 eləmiş olur. Demək mənim ədədim, yəni 70% 84 olan ədəd 120-dir. Mənim ədədim 120-dir. Bu 120 ədədin 45%-ni tapırsan. Yüzdə 45-ə vurursan. Bu sıfır bu sıfırlar getdi. 10-da 12-ni 45-ə vursaq 12 vuraq 45. Bu 540 eləyir. Burada 540-ı da 10-a bölsək, sıfırlar gedir, 54 qalmış olur. Demək, burada cavab 54 olmuş olur. 23-cü sualımız belədir. Bizə deyir ki, ədədi ortası 75 olan 7 ədədə hansı ədədi əlavə etmək lazımdır ki, ədədi orta 40 olsun. 7 ədədin ədədi ortası 35-dirsə, 35-i vuranda 7-yə, həmin o 7 ədədin cəmini alırsan. 7-ni 35-ə vursaq, 7-də 5-im 35, 3 yadda 7 5-im 21, 26. 35 vuraq, 7, düz mü hesabladıq və 245. Biz burada niyə bunu səhv hesabladıq? 7-də 5-im 35, 3 yadda 7 dəfə 3-üm 21, 3 də yadda 24, bəli, 245. Ədədim 245-dir. Bu hansıydı? 23-cü sual. Elə bir 7 ədədin cəmi 245-dir. Çünki niyə görə? Ədədlərin cəmini mən sayına böləndə, ədədi orta 35 eləyibsə, mən cəmi tapanda cəm kəsirin sürətində olur. Sürəti tapanda məxrəc, yəni 7 məxrəcdir, vurulur bərabərliyə, yəni 35-ə, o da eləyir 245. Yəni mənim 7 ədədimin cəmi 245-dir. Deyir, bu ədədlərə hansı ədəd əlavə etmək lazımdır ki, tutaq ki, bu ədədlərə bir dənə ədəd əlavə edirsən, olur 8 dənə ədəd. 8 dənə ədədin ədəd ortası 40-dırsa, 8-i 40-a vuranda 320. Tapırsan, bu 8 ədədin cəmini tapırsan. 8 ədədin cəmi. 8 ədədin cəmi 320-dir. Ondan bayaq 7 ədədin cəmini çıxıram, 245-i çıxıram. Qalır nə? Qalır o, əlavə elədiyim ədəd. Ondan 5 çıxsaq 5, burada qaldı 1. 11-dən 7, burada 75 elədi də burada. 75 eləmiş oldu. Düzüm hesabladıq. Ondan 5, 5, burada qaldı 1. 11-dən 4 çıxanda 7, 75, bəli. Davam eləyək, cavab burada 75-dir. Demək, axırıncı əlavə olunan ədəd 75 imiş. 24-cü sualımız belədir. Bizə 3 dənə Eylerven diaqram verilibdir. Aha. 3 dənə Eylerven diaqram verir. Bura 90-ın, bura 96-nın, burada 100-ün sadə vuruqları yazılmışdır. Rənglənmiş hissə haradır? Bax, buradır da, bax, bura. Rənglənmiş hissə buradır. Rənglənmiş hissədəki nəyə deyir tapın? Vuruqların hasilini tapın deyə bir sualdır. 90-ı mən belə vuruqlarına ayıraram. 90-ı yazaram belə. 9 vuraq 10. 9 vuraq 10 yazaram. Bu da bərabər. 9 3-ün kvadratıdır. Vuraq 2 vuraq 5 yazaram. 3-ün kvadratı nədir? Yazıram, bunu belə yazıram səliqəli şəkildə. 2 vuraq, 3 vuraq 3, vuraq 5 yazıram. Sonra 96. 96-nı yazıram, 32 vuraq 3. 32 nədir? 2 vuraq, 2 vuraq, 2 vuraq, 2 vuraq 2. 5 dənə 2-nin hasilidir. Bir də vuraq 3 yazaram. 100-ü belə yazaram. 100, 4 vuraq 25-dir. 4-ü yazaram, 2 vuraq 2. 25-i yazaram, 5 vuraq 5. Mən ədədləri sadə vuruqlarına ayırdım. Bax, bu ortadakı ədəd var ya, bax, bu ortadakı ədədi, bax, bura.
Ortadakı ədəd hər üçünün ortaq vuruqudur. Hər üçündə olan hansıdır? Bax, burada məsələn 2 var, hər üçündə olan. Burada da 2 var, burada da 2 var. Başqa hər üçündə olan varmı? Hər üçündə olan yoxdur. Demək, buradakı ədədim mənim bir dəqiqə. Buradakı ədədim mənim 2-dir. 2-dir. Yazdıq yerinə. Aha. İndi burada bax, bura 2 var. Bax, bu qırmızı, bax, bu qırmızı olan yerlər. Bax, bura. Bura. 90 ilə 96-nın kəsişməsidir. Yəni 90 ilə 96-ya aid olan sadə vuruqlar. 90 ilə 96-ya aid olan sadə vuruqlar. 2-ni çıxmışıq da qırağa. Hansıdır? Yalnız 3-dür də. Yəni burada hər ikisində olan, burada 3 var, bir də burada 3 var. Başqa varmı? Ortaq yoxdur. Demək ki, burada 3 olmalıdır. Sonra bura baxaq. Demək, bu 96 ilə 100-ün ortaqları olmalıdır. Bax, bu sildiyim yerdəki sadə vuruq. 96 ilə 100. 96 ilə 100-ə baxıram, görüm ortaq burada nə var? Burada yalnız ortaq 2 var da. O hansıdır? Bax, tutaq ki, burada 2 var, burada da bir dənə 2 var. Başqa ortaq yoxdur. Demək, buradakı da 2-dir. Buradakı da 2-dir. Qaldı burada ortaq görək vuruq hansı var? Hər ikisinə aid ortaq vuruq. 90 ilə 100-ün ortaq vuruqu 90 ilə 100 hər ikisində olan 5-dir. Bu 5, bir də bu 5. Başqa ortaq vuruq yoxdur. Buradakı da 5-dir. Bizdən bax, bu hissələrin, buradakı olan sadə vuruqların hasilini soruşurdu. Bu ədədlər hansılardır? Bu ədədlər 2 vuraq 3 vuraq 5-dir. Bu da 30 eləmiş olur. Cavab 30'dur burada. 30. Bunu da bildik. 25-ci sualımıza baxaq. 25-ci sualımızdan inşallah ki yekunlaşırıq. 25-ci sualımız. Hara getdi bu? Aha. 25-ci sualımız belədir. ABC üçbucağında bir dənə üçbucaq çəkək. A, B, C. ABC üçbucağında bura 7'dir, bura 9'dur. Aha. Bura elə bir ki kosinus bucaq A, B, C bərabərdir 21'də 11. 21'də 11 edir. Aha. AC tərəfinə çəkilmiş medianın uzunluğunu tapın deyir. Bax, AC tərəfinə bir dənə median çəkək. Burada M deyək. BM. Məndən BM-in uzunluğunu soruşur. İndi gəl baxaq görək, burada AC nəyə bərabərdir? AC-ni gəl tapaq. Kosinuslar teoreminə görə AC-nin kvadratı bərabərdir. AB-nin kvadratı üstə gələk. BC-nin kvadratı çıxaq 2 AB vuraq BC vuraq kosinus bucaq ABC. Bu da bərabərdir. AB-nin kvadratı 7-nin kvadratı üstə gələk 9-un kvadratı çıxaq 2 vuraq 7 vuraq 9 vuraq. Bucaq kosinus ABC nəyə bərabərdir? 21'də 11'ə bərabərdir. Bu bərabərdir. 49 üstə gələk 81. Üstə gələk 81 çıxaq. 2 vuraq 7 vuraq 9 vuraq. Burada da gəl belə deyək də bunları ixtisar eləyək. Burada 7 ilə 21'i ixtisar etsək, burada 3 qalır. Bax, bu 3 ilə də bu 9'u ixtisar etsək, burada 3 qalır. 2-ni 3'ə vursaq 6, 6'nı da 11'ə vursaq 66. Bu bərabərdir. 49, 81, bu neçə elədi? 120, 130 elədi. 130. 130 çıxaq 66. Bu da bərabərdir. 64 eləmiş olur. 64. İndi burada kvadratı, AC-nin kvadratı bərabərdir 64. AC-nin özü bərabərdir 8-ə. Mən bildim ki, buradan bax bu AC, bu 8-dir. Tamam. BM mediandır da. Bax, bura median deyək. Median nəyə bərabərdir? Median düsturu var idi. M bərabər idi. Median tapanda yan tərəflərin kök altda kvadratları 2'yə vurulurdu. 2'də 1 qabaqda. Median tapanda 2'də 1 qabaqda düsturum var idi. Mənim hansı düstur? Tutaq ki, MA bərabərdir. Deyək, 2'də 1 kök altında 2
B kvadrat üstə gələk 2C kvadrat çıxaq A-nın kvadratı. Bax bu düstur. İndi burada onu tətbiq eləsək, m bərabərdir 2 kök altında yan tərəflərin kvadratları 2-yə vurulur kökün altında. 2 vuraq 7-nin kvadratı üstə gələk 2 vuraq 9-un kvadratı. 9-un kvadratı. Çıxaq. Median çəkilmiş tərəf 8-dir. 8-in kvadratı. Bu da bərabərdir. 2-də 1 vuraq. Kök altında 2 dəfə 49-um 98 üstə gələk. 2 dəfə 81-im 162 çıxaq. 64. Bu bərabərdir. Bu bərabərdir. 2-də 1 vuraq. 98 162 bu eləyir 260. 260-dan da 64 çıxanda 196. Kök altda 196. Bundan da neçə çıxır? 14 çıxır da. 2-də 1 vuraq 14. O da bərabərdir. 14-ü 2-yə bölsək 7 eləmiş olur. Cavab burada 7-dir. Cavab 7. Belə, dəyərli izləyicilər, izlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Əgər videonu bəyənsək, abunə olaq, paylaşaq ki, hər kəs yararlansın. Mən burada nə qədər ki sınaqlar var, çalışdığım qədər hamısının izahını verəcəm və əlavə də müəyyən burada mövzuların izahını çalışdığım qədər ətraflı izahını verəcəm. Sağ olun, təşəkkür edirəm.